Axşamınız xeyir olsun. Hamınızı salamlayırıq. Mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamlayıram hər birinizi. İlk öncə futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bugün sanki meydanda bir yerdə idilər və bir-birinin arxasındaydılar. Və şükürlər olsun Allaha belə bir gözəl qalibiyyət əldə olundu. Baxmayaraq ki, qarşımızda Kopenhagen idi və futbolçularımız çəkinmədilər və sona kimi həddindən artıq çox ciddi mübarizə apardılar. Əlaqəsi ikinci hissə, çünki belə oyunlarda, belə turnirlərdə, belə böyük turnirdə ümumiyyətcə bir an olur ki, ona dözmək lazımdır və bunu biz ikinci hissə hiss etdik. Hansı ki, rəqib biraz sistemini dəyişiklik etdikdən sonra daha çox riskə getdi və belə bəzi top itiklərimiz oldu ikincisi, amma ümumən belə yəni bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək və həm gözəl oyun deyərdim, həm yaxşı, möhkəm mübarizə deyərdim və həm də ki, sizlər üçün də çox gözəl qalibiyyət və təbrik edirəm və rəqibimizə də elə məşqləri ilə də biraz oyundan əvvəl danışdıq, biraz söhbət elədik və çox yaxşı bir iş görürlər. Ümumi onların az da olsa biraz iş prinsiplərindən maraqlandıq, danışdıq, həm də o bizim iş prinsiplərimizdədir və oğullar azdıram çox belə pozitiv komanda idi, ümumiyyətcə pozitiv kollektiv idi, başda-baş məşqlər olmaqla və oğullar hər iki komandaya. Buyurun sualı, buyur Orxan. Qurban müəllim, təbrik edirəm. Növbəti oyundan da uğurlar arzulayıram. Püşk atmadan əvvəl, Liqa mərhələsinin püşk atmasından əvvəl, püşk atmadan sonra sizə desəydilər ki, 2 oyundan sonra 6 xal qazanacaq, bunu necə qarşılayacaq? İnanardınız yoxsa yox? Yəni ümumi belə deyək də, ümumi fikir olmalıdır. Bəlkə hamıda olmaya bilərdi bu inam, amma məndə inam həmişə olub. Mən dünən də mətbuat konferansında fikirlərimdə bildirdim ki, səhv etmirəmsə, keçən il bizim çox yaxşı oyunlarımız oldu Avroliqanın qrupunda. Sadəcə qalibiyyət bizdən uzaq oldu, cəmi bir qalibiyyətimiz oldu. Amma məndə o inam var idi ki, biz ən azından o oyunumuzu qoruyub saxlaya bilsək və sadəcə biraz da mübarizəni yaxşılaşdırsaq və biraz da bərk olsaq, biz bu il daha yaxşı nəticə əldə edə bilərik. Bu inam məndə var idi və hazırlıq da buna doğru gedirdi. Və belə sonda çox gözəl göstərici, çox faydalı göstərici. Yəni mən belə deyək də həmişə inamla işləyirəm, inamla futbolçularıma yanaşıram və onlara da həmişə meydanda inamlı olmağı tövsiyə eləyirəm. Yəni bu olmasa, bu oyunla məşğul olmaq olmaz. Yəni bu oyunu oynamaq olmaz. Çünki bu kollektiv oyunda əgər birimiz kollektivdən çıxdıqsa, birimiz biraz çəkindiksə, qorxduqsa, onda uğur əldə etmək olmaz. Və belə də inamımız həmişə olub, amma bəzən deyirlər ki, hər şey real baxmaq lazımdır. Bəli, düzdür, amma yenə də yəni inamsız meydana çıxsaq, məğlub ola bilərsən, amma bizim də hələ oyunlarımız olub ki, məğlub olmuşuq, amma sizlər də, azarkeşlər də oyundan razı qalıblar, mübarizəmizdən razı qalıblar. Yəni bunu biz mütləq minimum qoyub saxlamalıyıq. Qalan qalır ümumi, belə deyək, futbolumuzun inkişafına, futbolumuzun ümumiyyətcə Azərbaycan səviyyəsində böyüməsinə və daha çox yatırım qoyulmasına, onda minimum inamımız olacaq və keyfiyyət sonradan daha çox olacaq və belə. Amma bəlkə 6 xal gözləməzdim, amma inanırdım. Buyur Hacı. Münasibəti ilə futbol ölkəsi olmayan kiçik bir ölkənin təmsilçisi olaraq hal-hazırda UEFA-nın ən nüfuzlu turnirində liderlər qrupunda olmaq necə hissdir? Çox gözəl, çox xoş və belə deyək də biz Azərbaycanın Qarabağıyıq. Yəni buna mən sevinirəm və o yerlərdə olmaq
həqiqətən möhtəşəmdir. Və səhv etmirəmsə cənab prezident də təbrik eləyib və təşəkkür eləyirəm cənab prezidentə də. Və deməli məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur, boş olmaq yoxdur və daha da inanaraq, daha da güvənərək çalışıb irəli getmək. Buyurun. Qurban müəllim, təbrik edirəm sizi. Növbə tarix yazıldı, uğurlar arzu edirəm. Bu səvə Qarabağ daha belə həyəcanı az idi. Yəni öz adıma deyirəm, yəni daha möhtəşəm bir çıxış oldu. Bu həyəcanı qısa müddətdə və belə bir xüsusi oyunda necə azalda bildiniz? Çox sağ olun. Ümumi məncə biraz təcrübə ilə və həm də ki kollektiv belə deyək sağlam olanda həyəcan az olur. Çünki ümumiyyətcə həyəcan o vaxt olur ki, məncə mənim düşündüyüm odur ki, kollektivdə hansısa bir zəifçilik olsun. Çünki bir-birinə güvən olmadısa, bir-birinə inam olmadısa, bir-birinə belə deyək, bir-birinə pozitiv münasibət olmadısa, orada inamsızlıq %100 olacaq. Amma vacibdir ki, bizə kollektivimizi sağlam qoruyub saxlamaq və məncə bunun faydası daha çox oldu və həm də ki təcrübə və illərdir Çempionlar Liqasında az olsa da, Avroliqada da oyunlarda elə 70-80% elə Çempionlar Liqası komandaların səviyyəsindədir. Və məncə təcrübənin də böyük rolu oldu, amma ən böyük kollektivin sağlam olması. Qurban müəllim, təbrik edirəm. Doğrudan inanılmaz hisslər yaşadırsınız Azərbaycanlı futbol sevərlərə. Maraqlıdır, biz əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına belə zövqlə baxıb şövq alırdıq. İndi əksinə olub Türk dünyası, həmçinin qardaş Türkiyə mətbuatı Qarabağı Türkiyə nəhənglərinə nümunə göstərir. Bu barədə fikirləriniz necədir? Nə düşünürsünüz? Təşəkkür edirəm hər birinə və əlbəttə ki, uğur olan yerdə ümumiyyətcə diqqət daha çox olacaq, ümumiyyətcə təbriklər, inam daha çox olacaq, daha çox xoş sözlər olacaq, amma sadəcə bu bizi yanıltmalı deyil, çünki uğursuzluğu da var, biz buna hazır olmalıyıq və uğursuz olduqda biz nə cür o mərhələni adlayaq. Amma hər bir halda biz buna ancaq sevinirik. Yəni belə bir nəhəng ölkə Türkiyə, belə bir qardaş ölkədə Qarabağa bu cür dəstək olurlarsa və Qarabağ haqqında bu qədər məlumat verilirsə, məlumatlandırılırsa, bu bizim üçün böyük bir dayaq, həm də ki böyük bir sevincdir. Və əlbəttə ki oyundan əvvəl də Qalatasarayı təbrik eləmişdim. Qalatasarayı mən də təbrik edirəm buradan, Qalatasaray sevərləri. Və biz də həmişə Türkiyə klublarının hər birinə azarkeşlik eləyirik və onlara da uğurlar arzulayıram və bu qədər. Buyur xanımlar. Mən təbrik edirəm öncə. İnanmağınızı qeyd elədiniz xüsusi olaraq, bəlkə də uğurunuzun kökündə dayanan sirri budur ki, dildə inanmırsınız, əməlinizdə inanırsınız. Bir qədər yaxın keçmişə yox, uzaq keçmişə boylanacağım. 2008-dən başlayaraq komanda bir neçə dəfə play-off'un astanasında qaldı, amma dayanmadı, davam etdi, qrup mərhələsinə vəsqə qazandı. Bir neçə dəfə qrup mərhələsində komanda növbəti mərhələnin astanasında qaldı, ardınca əsas mərhələyə yüksəldi və ardıcıl ikinci Çempionlar Liqasında komanda əsas mərhələnin qapısındadır deyə bilərik, bir addımlığındadır deyə bilərik. Hər bir insanın həyatda hədəfləri var. Yəqin ki, futbolda da sizin hədəfləriniz yox deyil. Maraqlıdır ki, planlarınızın zirvə nöqtəsi haradır Avrokuboklarla bağlı. Bilirəm, gələcəklə bağlı danışmağa çox da xoşlamırsınız. Amma çox istəyərdim ki, bunu bugün açıqlayasınız. Əlbəttə ki, biz ümumiyyətcə bu həyatda çox şey istəyə bilərik, çox şey arzu edə bilərik. Amma mənim üçün vacib olan, neçə illərdir mən bu komandadayam və bu komandanın məsuliyyətini də mən dəfələrlə demişəm ki, Qarabağ mənim üçün nə deməkdir? Ümumiyyətcə mənim məşqçi kimi formalaşmağımda, daha ciddi olmağımda elə bu ad mənim üçün
ən böyük silah oldu. Ola bilərdi ki, mən başqa komandada olardım, ola bilərdi ki, orada da bizim uğurlu nəticələrimiz olsun, amma ola bilərdi ki, orada mən bu dərəcədə illər boyu ciddi ola bilməz idim. Hardasa bəlkə sakitləşərdim, hardasa biraz deməzdim məsuliyyətsiz olardım, bəlkə biraz yorulardım. Amma burada, bu komandada, yəni bu ad özü neçə illər bundan qabaq, bu ad məni nə yorulmağa qoydu, nə məsuliyyətsiz olmağa qoydu, nə də inamsız olmağa qoydu. Və mənim üçün ümumiyyətcə bu komanda hədəfim bu komandanı sağlam qoruyub saxlamaq idi, stabil qoruyub saxlamaq idi. Və uğur bilirdim ki, inanırdım ki, gələcək. Çünki mən həmişə, belə deyək, futbolçularıma, yenə deyirəm, bəlkə başqa komanda bunu tam istədiyim kimi çatdıra bilməzdim futbolçularıma, amma bu komandada yəni mən həmişə futbolçularıma bizim əsgərlər kimi vuruşmağı həmişə onlardan tələb eləmişəm ki, onlar nə cür vuruşurlar, harda, yəni ölüm qarşısında, yəni güllə qarşısında belə, amma yəni biz meydanda 90 dəqiqə və sonra bir həftə istirahət, 10 gün istirahət və yaxud daha çox, yəni bunu biz bacarmalıyıq və bu mənim hədəfim idi və şükürlər olsun Allaha, çox nadir hallarda olub ki, komanda biraz istəksiz deməzdim, biraz yorğun olduğunda bunu eləyə bilməyiblər. Amma ümumən, yəni mənim hədəfim elə bu olub ki, elə bu sağlamlığı, bu inamı, bu mübarizəni, mücadiləni qoruyub saxlamaq və uğur inşallah gələcək və futbol da elə bir oyundur ki, mümkün deyil ki, hər il eyni nəticə olsun və yaxud hər il daha yaxşı nəticə olsun. Çünki biz görmüşük ki, böyük klublar, kral klublar, hansı ki, əgər bu il çempion olurlarsa Premier Liqada, məsələn, İngiltərədə görsən gələn çempion ola bilmirlər və yaxud bu il Çempionlar Liqasını uda bilirlərsə, niyə gələni uda bilmirlər? Çünki hamı inkişaf edir, hamı daha yenilik axtarır, yəni hamı bunu istəyir. Ona görə, amma mənim düşündüyüm bu komandanı sağlam qoruyub saxlamağa mənə heç kim mane olmur. Yəni rəqib komandalar, onlar mənə mane olmurlar. Ona görə mənim hədəfim budur və ona görə həmişə, hətta transferlərdə belə görürsünüz ki, bəzən az transfer edirik, bəzən futbolçunu daha çox araşdırırıq. Çünki bizim üçün çox vacibdir ki, bu komandamıza, kollektivizə gələn futbolçu komandadakı əhvalı korlasın. Və bu mənim hədəfimdir, amma əlbəttə ki, indi qarşılığını Allah verəcək. Buyurun Rəyana xanım. Mikrofon. Növbəti oyunlarda uğurlar arzu edirəm. Sualım Elvin Cəfərquliyevin oyundan yaxşı seçilməsinə bağlıdır. Bu Azərbaycanlı futbolçunun seçilməsi bir uğurdur. Həm də Elvinin yəni ötən Avrokubok oyunlarında, ötən illərdə vərəqə almasına görə ən çox tənqid olunan futbolçu idi. Bu tənqidlərin sayəsində futbolçu yəni bu uğurlu nəticəyi gətirib çıxartdı, həm də o tənqidlərdən nəticə çıxartdı və yaxud da sizin nəsihətləriniz sayəsində bunu həyata keçirdi. Yəni necə düşünürsünüz bununla bağlı? Təşəkkür edirəm. Sevinirəm əlbəttə ki buna. İlk olaraq yəni mənim komandamın oyunçusunun seçilməsi və digər tərəfdən də öz komandamdan Azərbaycanlının seçilməsi, buna ancaq mən sevinə bilərəm və böyük dəyər verirəm. İkinci, Elvin, belə deyək, heç də rahat futbolçu deyil. Yəni, çünki dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub və sonra biraz qalxıb, düşüb, yenə qalxıb. Biraz stabillik çatışmır Elvində. Amma son oyunlar hardasa bəlkə özü də biraz ciddiləşir. Bəlkə mən daha da onunla ciddi rəftar eləyirəm. Amma belə deyim də, yəni ona bel bağlamaq olmaz. Belə deyək. Biraz hamımız ehtiyatlı olmalıyıq və istənilən an yəni öz bacarığından, qabiliyyətindən aşağı çıxış eləyə bilər. Bu da ki, sadəcə biraz bəlkə ona bir neçə il lazımdır ki, bu
məsuliyyət dərk eləsin, bəlkə daha ciddi olmağı, daha böyük olmağı, yəni özünü meydanda, meydandan kənarda böyük aparmağı daha da məsuliyyətli olmaq üçün bəlkə bir neçə il vaxt lazımdır, amma əgər biz bir neçə ildə gözləyəsi olsaq bizim işimiz heç də yaxşı olmaz. Hər bir halda yəni çalışırıq ki, tam əldə saxlayaq, amma yəni mən əminliklə deyirəm ki, Elvinin potensialı bu deyil hələ. Yəni o əgər daha ciddi olsa, daha belə futbol haqqında çox fikirləşsə, onun potensialı bundan daha artıqdır. Buyur Mehman. Qurban müəllim, mən də təbrik edirəm. İnşallah uğurlu çıxışın davamı gəlsin. 2 sualım var mümkünsə. Birincisi, UEFA-nın seçimləri qələbə olandan sonra təbii ki, qalib komandadan oyunçular seçilir. Sir deyilsə, bu seçimlər sizin öz daxili seçiminizdə, yəni beyninizdə olan oyunçulara nə dərəcə üst-üstə düşür? Bu birinci sual. İkinci sualda Yankovicin zədələnməsindən sonra start heyətində kimlərin olacağı ilə bağlı maraqlı məqam idi. Harsa adda aynı start heyətdə gözləmək olardı, amma siz sonradan buraxdınız və ikinci oyundakı uğurlu əvəz etməniz öz sözünü dedi. Yəni bu dəyişiklik hansı məqamda həlledici oldu ki, adda aynı sonradan meydan buraxmağa daha üstün tutdunuz? Təşəkkür edirəm. Bu sual elə bil ki, Mehman sənin dünənki sualına oxşadı, Leo'ya verən ki, tam səmimi cavab verəsən ki, hansı oyunçunu da belə oyunu yaxşı seçmək üçün. Və mən doğru başa düşdüm, mən yenə cavabım səmimidir, amma mən heç birini ayırmaq istəməz idim, çünki burada hər birinin haqqı var. Yəni bu qalibiyyətdə yəni biri topla daha yaxşı rəftar elədi, biri daha çox mübarizə apardı, digəri taktiki daha düzgün oynadı. Biz ayrı-ayrılıqda belə baxsaq, hər futbolçu öz üzərinə düşən vəzifənin artırılmasını yerinə yetirdi. Biri bəlkə daha çox pressing elədi. Məsələn, Camilo, hansı ki, istədiyimiz kimi müdafiəçilər çox da rahatlıq verməsin, ola bilər top azalsın, amma onun o pressingi bizim üçün, məsələn, komanda üçün daha faydalı oldu. Ona görə futbolçularımın məndən olsa hamısına verərdim prizi. O ki, qaldı Yankoviçlə bağlı. Bəli, biraz belə oyuna daha çox baxdıq. Sanki daha, belə deyək, bərk futbolçunun, daha topa, belə deyək də, yapışan futbolçunun sonradan meydana girməsi gözlənilirdi, vacib olacaqıydı. Yəni, ona görə Adayı bu elementdə, belə deyək, biraz üstündür. Ona görə düşündük ki, elə bəlkə sonradan buraxsa daha faydalı olar. Çünki həm də ki, Adayı həm sol mövqedə oynaya bilir, həm ortada oynaya bilir. O üstünlük də var idi. Onu da nəzərə alaraq belə bir addım atdıq. Ümumən belə oyunun gedişatında bəzən həmişə düşündüklərimiz düz olmur, bəzən həmişə əvəz etmələrimiz uğurlu olmur. Amma şükürlər olsun Allah, həm əvvəlki oyunda, həm bu oyunda uğurlu oldu. Və yəni uğursuz əvəz etmələri də hazırlaşın. Bəzən elə də olacaq. Zülfiyə xan, buyurun. Qurban müəllim, qələbəniz çox gözəldir. Təbrik edirəm. Amma eyni zamanda yəqin ki, oyun zamanı müəyyən səhvləriniz də var idi. Siz kənardan baxanda hansı səhvləri görə bildiniz və hansı səhvlərin üzərində işləməyi planlaşdırırsınız növbəti oyun üçün? Yəni bu səhvlərdən dərs çıxartmağı düşünürsünüz və bir də növbəti oyunda nəyi etməzdiniz? Yəni ikinci hissədə mən baxdım, bəzi gərgin epizodlar var idi, nədənsə narazı idiniz, xoşunuza gəlməyən bəzi momentlər olmuşdu. Nəyi siz gələn oyunda, növbəti oyunda etməzdiniz və nəyi tövsiyə eləyərdiniz? Ümumiyyətcə səhvlərdən bugün danışmaq istəməzdim ki, çünki səhvi belə deyək, rəqib məcbur eləyirsən, səhv eləyəsən. Biz ilk hissə biz öndə idik, ikinci hissə rəqibin itirəcəyi bir şey yox idi, ona görə daha çox riskə getdi. O riskə getdiyində də bizdə istər-istəməz top itkiləri daha çox olacaq və belə oyunlarda daha da topa sahib olmağı çox istəyərəm, istənilən futbolçuda. Yəni bunu biz inşallah çalışırıq aradan qaldırmağa, amma hər bir halda belə deyək, qarşımızdakı rəqibi biz həmişə nəzərə almalıyıq. Yəni biz özümüz çalışırıq ki, rəqib məcbur eləyirik ki, rəqib səhv eləsin, biz ondan istifadə eləyək. Eləcə də bizə qarşı. Ona görə bu barədə çox da danışmaq istəməzdim. Çünki sonra biz oyuna baxanda, oyunu analiz edəndə onun normal bir formada həm
ayrı-ayrılıqda, həm ümumi kollektiv şəklində futbolçularımıza çatdıracağıq. Və ikinci sual, nə etmək istəməzdik, hə? Cəm halında idi elə. Dediyim kimi də daha çox intizamlı, daha çox səhvsiz oynamağı qarşıdakı oyunda da istəyərdik. Çünki qarşımızda Atletico olacaq, hansı ki İspan futbolu bilirsiniz ki daha sürətli, daha dinamik belə ki ona hazır olmalıyıq. Buyur Kənan. Qələbə münasibəti təbrik edirəm. Azərbaycan futbol tarixi ilə yaxşı baş məşqçisiz, ümumiyyətlə yaxşı məşqçisiz və hər keçən həftədə tarix yazırsınız və hal-hazırda 2 oyundan 6 xalla Çempionlar Liqasının liderlər qrupundasınız. Bu Avropa və dünya futbolunun diqqətini cəlb edir və yəqin ki fikirlərindən Avropanın böyük klubları sizə iş təklifi vermək ağlarından keçə bilər. Belə bir təklif olsa reaksiyanız necə olacaq? Buna tələsməyək, Azərbaycanın ən yaxşı məşqçisi olmağa. Hər dövrün öz yaxşı məşqçisi olub, ümumiyyətlə hər dövrün öz futbolu olub. Məncə buna çox tələsmək lazım deyil, amma qıraqdan gələn təkliflər haqqında da ümumiyyətlə düşünmürəm. Çünki biraz da biz belə hallarda çalışmalıyıq ki, daha da sadəlöv olmağa. Çünki mən elə Xanoğlanın sualına cavab verəndə dedim ki, bu komandada stabillik çox vacibdir, sağlam qorub saxlamaq çox vacibdir. Bugün mənim ağlımda belə bir fikir olsa, inan bu komandanın belə deyək də, yəni o inamı da, uğuru da, ümumiyyətcə sistemi də hər biri pozulacaq. Çünki bunu gözləmək nə deməkdir? Bu mənim özümdən razılığımdır ki, mən mütləq Avropaya dəvət olunmalıyam filan belə. Yox, yəni Avropada biz o var düşünməsək daha yaxşı olar. Onların öz planları var. Ümumi nəzərə alsaq biz hələ ki belə deyək də, hələ öz Azərbaycanımızdayıq. İnşallah yaxşı olar gələcəkdə. Buyur İbrahim. Mən də təbrik edirəm. Qurban müəllim, qeyd elədiniz ki, yəni o inam var idi komandanın belə deyək də bu yerlərə gəlib çıxacağına, bu dərəcədə inkişaf edəcəyinə. Təbii ki, bu komandanın potensialını siz daha yaxşı bilirsiniz. O sizin daxilinizdəki inam nədir? Biz bu Qarabağı bu mövsüm yanvardan sonra da Çempionlar Liqasında görə biləcəyik. Yanvardan sonra mütləq görəcəyik. 2 oyun əminliklə deyirəm. Sonra yəni bizdən asılı olmayan şeylər var. Elə bil bəzən keçən il məsələn səhv etmirəmsə Dinamo Zagreb 11 xal topladı, amma 24-yə düşmədi. Yəni ola bilər məsələn 8 xalda bəs eləsə, ola bilər 9 xal. Çünki bizdən asılı olmayan nüanslar var. Amma dediyim kimi yəni biz hər şeyə hazır olmalıyıq. Çünki get-gedə rəqiblərimiz daha ciddi olur, get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq və mən elə bundan əvvəl biraz flash müsahibə verəndə orada bildirdim ki, bugünə kimi Benfica'dan sonra bizə qarşı bir 70-80% ciddi yanaşmağı düşündülərsə, bugün 100-dən də artıq düşünəcəklər. Buna görə bu bizə mane olacaq. Bizi heç də belə deyək, rahat mı deyim və yaxud düşündüyümüz bəlkə oyunlar gözləmir, amma yəni bizim üçün daha yaxşı vuruşmaq üçün, daha möhkəm olmaq üçün böyük bir faydası olacaq bunun ki, biz biləcəyik qarşımızdakı rəqib bizə qarşı 100% hazırlaşacaq. Biz deməli bugünə kimi etdiyimizdən biz daha artıq olmalıyıq, daha çox işləməliyik və daha da cəsarətli olmalıyıq. Buyur Müzəffər. Qurban müəllimə təbrik edirəm qələbə münasibəti ilə. Bu gün hamımız dejavu yaşadıq. 2017-ci ildə Kopenhagen ilə bu stadionda olan oyunda birinci hissədə qapı dirəyindən qayıdan topa Mahir zərbə endirərək qol vurmuşdu. Bu gün də Zubir oxşar qol vurdu. Bu barədə fikirlərinizi öyrənmək istəyirdim. Hisslərinizi. Mən yaşamadım dejavu elə. Ağlıma gəlmədi, düzün desəm belə. Amma biraz oxşar qol idi, hə, oxşar idi. Yox, təki belə oxşarlıqlar olsun, qalibiyyətlərimiz olsun. Buyurun Aydı xanım. Qurban müəllim, təbrik edirəm qələbə münasibəti ilə. Dünən
birinci turdakı rəqibiniz Benfica Chelsea-yə məğlub oldu və Jose Mourinho öz tərzində mətbuat konfransında dedi ki, problem Chelsea-yə uduzmaq deyil, problem Qarabağa uduzmaqdır. Jose Mourinho-ya cavab vermək istərdiniz? Yox, mən belə deyək də, mən Jose Mourinho'ya nə sual verə bilərəm, nə də cavab verə bilərəm. Çünki o Jose Mourinho'dur. Yəni o dahi məşqlərdən biridir. Başqa sualımız yoxdursa, çox sağ olun, təşəkkür edirik. Çox sağ olun, Növbəti təşəkkür oyunlarda edirəm. görüşərik.